İndi sizə ümumi bədən üçün, əl üçün olan məhsulları göstərəcəm. Bu gördüyünüz məhsul Aromionun əl kremidir. Görürsünüz, xeyli istifadə etmişəm. Çox razıyam bu kremdən. Həm də belə aplikator sayəsində, məsələn, yorğun olduğunuz zamanlarda rahat şəkildə bir dəfə vurub əllərinizi kremləyə bilərsiniz. Çox rahatdır belə. Çox sevirəm bu məhsulu. Daha sonra belə bir bədən talkı götürmüşəm. Çox sevərək istifadə edirəm. Buradan qızlar sizə bunları göstərəcəm. Grand Prix'in əl üçün olan kimyəvi peelingidir. Belə deyim sizə, gəldi. Bu isə skrabdır. Arxa-arxaya istifadə olunur. Birinci bu məhsul, sonra bu məhsul istifadə olunur. Daha sonra isə əllər yuyulur və hər hansı bir əl kremindən istifadə etmək olar. Belə bir bədən geli var. Arı zəhəri ilə ağrı olan nahiyələrə istifadə etmək üçün də çox gözəldir. Belə bir intim krem var. Qol altı bikini bölgələrinizi nəmləndirə bilərsiniz. Aha, belə ayaqlar üçün belə bir krem var. Baş bəlalı kremimiz. Baxın, buradan biləcəksiniz, başa düşəcəksiniz nə demək istədiyimi. Buradan. Qablaşması dəyişən kremimiz çox gözəldir. Sevərək istifadə edirəm. Daha sonra belə bir Murmurun əl kremi var məndə. Keçən dəfə digər rəngini almışdım. İndi isə bu rəngini almışam. Sevərək istifadə edirəm. Bunu almışdım keçən dəfə. İstifadə etdim. Sevərək əsl çantalı kremdir. İndi isə bunu istifadə edirəm. Bundan sonra isə qaranı alacağım inşallah. Və qızlar, çantamda olduğu üçün bayaq sizə göstərmədim üz məhsulları olan videoda. Bu isə mənim istifadə etdiyim SPF-dir. Az qalıb içərisində bitirmək üzrəyəm. Gündəlik istifadə edirəm. Çünki mən kənd yerində yaşayıram. Üzüm də ləkəyə meyillidir. Yəni çox həssas bir dərim var. Ona görə gündəlik mütləq SPF istifadə edirəm. SPF, hidrofil yağ və köpük gündəlik istifadə etdiyim üçlü məhsullardır. Daha sonra burada var uşaqlarım üçün istifadə etdiyim Umonun belə bir nəmləndirici universal kremi. Uşaqlarıma sevərək istifadə edirəm. Yəni rahat şəkildə siz də 3 bel uşaqlarınıza istifadə edə bilərsiniz. Nəmləndirir, yumşaldır. Yəni bu qədər çox gözəl məhsuldur məncə. Deline'nin belə bir kremi var. Bu krem necə istifadə olunur? Depilyasiyadan sonra, yəni ki, bu məhsulumuzu istifadə etdikdən sonra bu iki məhsul birlikdə istifadə olunur. Bu isə köpükdür. Bu iki məhsulu istifadə etdikdən sonra, dəriniz quruduqdan sonra bu məhsulu istifadə edirsiniz. Dəridə olan qıcıqlanma aradan qalxır. Çox gözəl məhsuldur. Orxideya qoxuludur. Bunun haqqında da deyim sizə. Bu köpükdür. Qadınlar üçündür sırf. Belə bir başlığı var. Çox rahat şəkildə istifadə olunur. Çox gözəl qoxusu var. Bu da orxideya qoxuludur. Və bu məhsul da sırf xanımlar üçündür. Və çox təhlükəsiz bir məhsuldur. Çox gözəldir. Hər birinizə tövsiyə edirəm. Qablaşmada 3 ədəd olur. Zima kremi artıq hər kəsin bildiyi bir kremdir. Hər kəsin sevimlisinə çevirən bir kremdir. Bilirəm ki, bir çox xanımların termosunun önündə var. Mən də bu qədər istifadə etmişəm, xüsusən qışda və yayda, məsələn, ağır işlər gördüyüm zaman, xalça yuyuramsa, gündəlik əlim daha çox suda qalırsa, bu məhsuldan bir dəfə axşam istifadə edirəm. Səhər əllərim mükəmməl olur. Eynilə də bayaq burada göstərdiyim bu krem. Bu kremi də hər gün istifadə etmirəm mən. Uzaqbaşı həftədə bir dəfə istifadə edirəm və çox gözəl effekt görürəm. Hər bir xanıma tövsiyə edirəm. Daha sonra isə Samba Del Rio'nun belə bir sarğılar üçün kremi var. Çox gözəl kremdir, toparlayıcı bir kremdir. Xanımlar, Samba Del Rio'nun bu kremi xüsusən sarğılarınızda, yanlarınızda olan sallanmaları aradan qaldırmaq üçün çox gözəl köməkçiniz olacaq. Çox gözəl qoxusu var, əsl belə çimərlik, yaz qoxusudur. Ölçüsü də böyükdür, 150 ml-dir. Sevərək istifadə edirəm. Xanımlar, sizə də tövsiyə edirəm. Ümumiyyətlə istifadə etdiyim bütün məhsulları hər bir xanıma tövsiyə edirəm.